Salam dəyərli tamaşaçılar, Hakim studiyasındayıq. Oktyabr ayında Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 100 illiyi tamam olur. 100 illik fəaliyyət əlbəttə ki, zaman olaraq uzundur, önəmlidir, amma daha önəmli olan bu 100 ildə nə etdiyinizdir. Buna əhəmiyyət verən, anlam qazandıran, içərisində olan fəaliyyətdir. Biz də istədik ki, elə bu 100 illik fəaliyyətimizi işıqlandıraq, bu barədə söhbət eləyək, danışaq. Qonaqlarımı sizə təqdim eləmək istəyirəm. Bizlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sabiq hakimi Əli Məlim Allahverdiyev, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin artıq 10 ildən çoxdur hakimi kimi fəaliyyət göstərən Fərman Məlim Abbasov və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ən gənc hakimi Mehdi Məlim Əliyev. Hər birinizi xoş gördük. Danışaq birinci Azərbaycan Respublikasının məhkəmə və hüquq tarixindən nəyə görə? Çünki aydın məsələdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin tarixi də bu tarixdən qətiyyən uzaq ola bilməzdi. Bunun daxilində olan bir tarixdir və nəyə görə əhəmiyyətlidir? Elə ölkələr var ki, orada 100 il ərzində çox da önəmli dəyişikliklər baş verməyib. Onlar başladıqları hüquqi sistem içərisində sadəcə təkmilləşərək davam ediblər. Amma Azərbaycan üçün bu şəkildə davam eləmədi. Biz 100 il ərzində həm bir demokratik cümhuriyyət qurduq, həm o cümhuriyyətin süqutunu acış bir şəkildə millətimiz izlədi. Sonrasında 70 illik bir Sovet hakimiyyəti və oradakı çox fərqli bir hüquqi rejim var idi. Sonrasında talehin qisməti, min şükür olsun ki, biz yenidən öz müstəqilliyimizi əldə elədik və Azərbaycan xalqı öz hüquqi iradəsini də azad şəkildə ortaya qoya bildi. Yəni bunlar hamısı bir-biri ilə çox fərqli, necə deyirlər, istiqamətdə olan hadisələrdir. Ona görə düşünürük ki, bu tarixi də aydınlaşdırmaq lazımdır və kimlə aydınlaşdıraq? 27 il məhkəmə və hüquq sistemi içərisində, daha doğrusu Ali Məhkəmənin sistemi içərisində hüquqşünas kimi fəaliyyət göstərmiş Əli Məlim Allahverdiyev. Çox sağ olun Ayşən xanım. Mənim üçün çox xoşdur ki, bu günləri yenidən Hakim studiyası verilişinin qonağıyam. Bura dəvət etdiyinizə görə sizə öz minnətdarlığımı bildirirəm. Dəfələrlə bu studiyada biz hüququn müxtəlif sahələrinə aid məsələlər üzrə geniş müzakirələr aparıb. Mən bugün çox sevinirəm ki, uzun müddət məhkəmə sistemində işlədiyim məhz o fəaliyyətimin 40 ilinin 27 ilini bəs bu məhkəmə, Ali Məhkəmədə keçirmişəm. Bu mənim üçün qürur verici ki, bugün həmin o illərin 100 illik münasibəti ilə bu il 100 illik tamam olur Ali Məhkəmənin yaranmasının bu verilişdə iştirak edirəm. Dəvət üçün çox sağ olun. Azərbaycan Respublikasının məhkəmə və hüquq tarixi haqqında məlumat vermək üçün ilk növbədə biz başlamalıyıq ki, Azərbaycan Respublikasının yaranma tarixindən. Siz bildiyiniz kimi 28 may 1918-ci ildə Milli Şura tərəfindən Azərbaycan Demokratik Respublikasının təsis olunması bəyan olundu. Və məhz o bəyannamə qəbul olunarsa, bəyannamə 6 bənddən ibarət olan bəyannamə məhz 4-cü bəndində birbaşa hər bir qirqindən asılı olmayaraq hər bir vətəndaşa vətəndaşlığın müdafiəsi, onun hüquqlarının verilməsi, azadlıqlarının verilməsi nəzərdə tutuldu. Məhz bu aspektdən də yanaşanda bu halda bəyannamənin özündə də göstərilirdi ki, konkret olaraq heç bir məhkəmə orqanı yaradılmadan hər hansı bir dövlətin mövcudluğundan söhbət gedə bilməz. Və birbaşa göstərilirdi ki, hər bir şəxsin hüquqlarının müdafiəsi məhz məhkəmə orqanı tərəfindən həyata keçirilməlidir. Məhz bu zərurətdən yaranaraq, deməli, qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq 140-dan artıq iclas keçirmiş və müxtəlif bəyannamələr qəbul etmişdir. Və həmin deməli, bəyannamələrə əsasən də həmin dövrdə məhkəmələr fəaliyyətə başladı. O dövrdən indiki dövrü müqayisə eləmək olduqca çətindir. Nə mənada? Artıq zamanın müəyyən mənada keçdiyi dövrlərdə inkişaf prosesi özü də mövcud olan quruluşun dəyişilməsini tələb edirdi. Çox təəssüflər olsun ki, 23 ildən sonra Demokratik Respublikanın ömrü də az oldu. Bunun nəticəsində artıq 1920-ci ildə bolşeviklərin hakimiyyəti ələ keçirməsi nəticəsində artıq bolşevizmi belə deyək də təbliğ edən, onun mənafeyinə uyğun olaraq bir məhkəmə sisteminin də yaranması zərurəti yaranırdı. Məhz buna görə də həmin dövrdə deməli məhkəmə
quruluşu haqqında deməli əsasnamənin qəbul edilməsindən sonra yeni xalq məhkəmələri yarandı və bundan sonra artıq əvvəllər mövcud olmuş o məhkəmələr də yenidən yaradılmağa başladı və artıq məhkəmələrdə xalq məhkəməsi adı altında fəaliyyət göstərirdi. Orada bu məhkəmələrdən əlavə deməli Bakıda və Gəncədə mahal məhkəmələri adı altında da məhkəmələr fəaliyyət göstərirdi. Eyni zamanda Naxçıvan Muxtar Respublikası o vaxtları Naxçıvan Respublikasında və o vaxtlar mövcud olmuş Qarabağda deməli Muxtar Vilayət Məhkəməsində məhkəmə fəaliyyət göstərirdi ki, bunların da işə baxmaq funksiyası və səlahiyyət dairəsi çox da geniş deyildi. Hətta belə həmin dövrlərdə məhkəmə quruluşu haqqında əsasnamə, qanun qəbul edildikdən sonra bir sıra yerlərdə yeni məhkəmələrin məsələn yaradılması da nəzərdə tutulurdu. Hətta o vaxtları belə qanunda nəzərdə tutulmamış olsa da Bakı şəhərində, Bakıda dəmir yolu və su nəqliyyatı xətti üzrə belə bir məhkəmə də yaradılmışdı. Bu hətta ayrı-ayrı məhkəmələrdə qanunda olmadığı halda Bakı şəhərinin özündə xuliqanlıq işləri və həddi-buluğa çatmamışların işləri üçün də belə bir məhkəmələr də yaradılmışdı ki, bu artıq demək 38-ci ildə yaradılmışdı və 48-ci il artıq bu məhkəmələr ləğv olundu. Konstitusiyada dəyişikliyin olmasından sonra, yəni 37-ci il konstitusiyasından sonra məhkəmələrin funksiyası bir qədər genişləndirildi. Əvvəllər Ədliyyə Komissarlığı, bir növ Ədliyyə Komissarlığı məhkəmələrin hər cür fəaliyyətinə də nəzarət edirdi. Ədliyyə Komissarlığının təqdimatı əsasında hətta yerlərdə qəza məhkəmələri deyilən bir qurumlar da mövcuddur ki, o qəza məhkəmələri bəzi xarakterli işlərə baxırdı ki, onların da təyinatını deməli icra hakimiyyəti orqanları təyin edirdi. Və bu məhkəmələr də öz deməli mahiyyətini itirərək ləğv olmağa başladı. Məhkəmə quruluşu haqqında qanun təkmilləşdirildi. Bundan sonra 1981-ci ildə qanun edilmiş yeni dəyişiklikdən sonra onların əvvəllər belə deyək də məhkəmələrin üzərində müvafiq icra hakimiyyəti, o cümlədən ədliyyələr nəzarəti həyata keçirirdisə, artıq vahid məhkəmə sisteminə Azərbaycanın Ali Məhkəməsinin bilavasitə onun nəzarət funksiyasını həyata keçirməsi nəzərdə tutulur. Hətta prokurorluq orqanının belə məhkəmə üzərində nəzarət funksiyasını həyata keçirməsi də nəzərdə tutulurdu. Yəni bu uzun müddət ərzində həmin dövrlərdə mövcud olmuş əsasnamələrə uyğun olaraq məhkəmələr fəaliyyət göstərdi. Hakimlərin seçki prinsipi isə xalq məhkəmələri adı altında yaradılandan sonra Xalq İclasları İnstitutu da tətbiq olundu. Xalq hakimlərinin və xalq iclaslarının seçilməsi haqqında bir əsasnamə var idi və bu əsasnaməyə uyğun olaraq da hər hansı bir hesab eləyək ki, bir rayona hakim təyin olunursa, məsələn Bakı şəhərində bir rayon məhkəməsinə 2 hakim nəzərdə tutulursa, həmin məhkəməsinə 150 də xalq iclasçı nəzərdə tutulur ki, müvafiq icra hakimiyyəti orqanı o vaxtlar icraiyyə komitələri tərəfindən deməli təyin edilirdilər. Belə götürdükdə indi müasir dövründən həmin dövrü eyniləşdirmək olduqca çətindir. Yəni artıq geniş məhkəmə islahatları aparılmağa başlanıldı. Ulu öndərin hakimiyyətə gəlişindən sonra ilk növbədə məhkəmə sistemində dərin köklü islahatlar aparılmağa başladı və 1981-ci ildə məhkəmə quruluşu haqqında qanun təkmilləşdirildi, məhkəmələrin səlahiyyətləri genişləndirildi. Bundan sonra isə artıq biz deməli keçid dövrünə yaxınlaşdıqca 1991-ci ildə də əski sovetlərdən qalmış dövrdə olan qaydada fəaliyyət göstərirlər. Hətta 27-37-ci ilə qədər müddətlərdə hər hansı bir qanunvericilik normasını tənzimləmək üçün məcəllələr də mövcud deyildi. Və bu nöqteyi nəzərdən də qanunlar, məhkəmələrin fəaliyyəti əsasən və əsasnamələrlə qəbul olunmuş məhkəmə qurulu haqqında əsasnamələrlə tənzimlənirdi. Artıq deməli 12 noyabr 1995-ci ildə Azərbaycan Respublikasının suveren dövlətin konstitusiyası qəbul edildikdən sonra məhz bundan sonra da qanunlarımız da demokratik şəkildə bütün insan hüquq və azadlıqlarının müdafiəsinə yönəldi. Çünki belə bir konstitusiyamızın özündə 1/3 hissəsi insan hüquq və azadlıqlarının müdafiəsinə yönəlmişdir ki, məhz iyun 97-ci ildə də məhkəmələr və hakimlər haqqında qanun qəbul edilməsi ilə əlaqədar olaraq məhkəmələrin fəaliyyəti də daha qanuni əsasını tapmış oldu.
Çox sağ olun Əli müəllim. Çox dəyərli məlumatlar idi. Elə məlumatlar ki, onları tapmaq üçün çox dərin araşdırma eləmək lazımdır. Çünki ölkənin bəlli bir hüquq tarixinə biz özümüz də ya bələdik, yaxud da o barədə informasiya əlçatandır. Ancaq sizin dediyiniz, diqqətə çatdırdığınız məlumatlar həqiqətən də o cəhətdən xüsusilə əlamətdardır. Çox sağ olun. Sağ olun. İstəyərdim, Fərman müəllim, sizinlə davam edək. Biz sizinlə ilk dəfədir ki, bir verilişdə, necə deyirlər, görüşürük. Ümid edirik ki, bu axarı olar, sizinlə başqa mövzuları da müzakirə eləyərik. Fərman müəllim, istəyərdim elə biz danışaq. Necə ki, Əli müəllim artıq ölkənin hüquq tarixi barədə kifayət qədər məlumat verdi. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin bu tarix içərisindəki yeri nədən ibarətdir? Yəni, bu məhkəmənin özünün tarixi barədə məlumat verə bilərsinizmi? 3 oktyabr 1925-ci il tarixdə Azərbaycan SSR Ali Soveti Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Azərbaycan SSR Ali Məhkəməsinin Naxçıvan MSSR bölməsi ləğv edilərək onun yerində Naxçıvan Muxtar Respublikası Baş Məhkəməsi yaradılmışdır. Və Baş Məhkəmə yaradıldıqdan sonra onun tərkibi müəyyən edilməsi, səlahiyyətlərinin müəyyən edilməsi müəyyən bir müddət vaxt apardığı üçün Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Baş Məhkəməsi 1 dekabr 1925-ci il tarixdən fəaliyyət göstərməyə başlamışdır. Naxçıvan MSSR Ali Məhkəməsi 2 kollegiyadan və rəisət heyətindən ibarət idi. Hər bir 2 kollegiya, biri Mülki İşlər üzrə kollegiya və Cinayət İşləri üzrə kollegiyadan ibarət, Cinayət kollegiyasından ibarət idi. Hər kollegiyanın 3 funksiyası vardı. Yəni, kollegiya, Cinayət kollegiyası və Mülki kollegiya həm birinci instansiya məhkəməsi kimi öz səlahiyyətlərinə aid edilmiş mülki və cinayət işlərinə baxırdılar. Həm birinci instansiya məhkəmələrində baxılmış işlər üzrə kassasiya instansiyası fəaliyyətini həyata keçirirlər və yeni açılmış hallar üzrə məhkəmə kollegiyası idilər. Və ilk vaxtlar Naxçıvan MSSR Ali Məhkəməsinin tərkibi sədr müavini 2 nəfər üzvdən ibarət idi. Və bu üzvlər Naxçıvan MSSR Ali Sovetinin tərəfindən təyin edilirdi və onun qarşısında hesabat verildi. Bundan başqa, birinci instansiya məhkəməsi kimi işə baxarkən, eyni zamanda xalq iclaslarından istifadə olunurdu. Yəni, birinci instansiya məhkəməsi kimi Naxçıvan MSSR Ali Məhkəməsi işə baxarkən, hakim və xalq iclaslarından ibarət tərkibdə baxılırdı. 70 nəfər xalq iclasçısı var idi ki, bunlar da Naxçıvan MSSR-in inzibati ərazi vahidlərindəki məhkəmə yükünə və əhali sayına görə proporsional olaraq bölünmüşdü ki, hər bir yerdə işə baxmaq mümkün olsun. Və orada işə baxılarkən verilmiş kassasiya qaydasına işə baxılarkən isə yalnız Naxçıvan MSSR Ali Məhkəməsinin hakimlərindən ibarət, üzvlərindən ibarət tərkibdə işə baxılırdı. Ümumiyyətlə, həmin dövrdə hüquqşünas kadrları az olduğu üçün kadr problemi var idi və bununla bağlı dəfələrlə Naxçıvan MSSR Ali Məhkəməsinin sədri tərəfindən Azərbaycan SSR Ali Məhkəməsinə müraciət olunmuş və kadr probleminin aradan qaldırılması xahiş edilmiş. Çünki həmin dövrdə işə qəbul olunmaq üçün 25 yaşına çatmış, 5 il əmək stajı olan hüquqşünaslar olmalı idi ki, onlar Naxçıvan MSSR Ali Məhkəməsinin hakimləri təyin olunsunlar. Kassasiya qaydasında işə baxılarkən birinci instansiya məhkəməsi Naxçıvan MSSR-in rayon şəhər məhkəmələrinin işlərinə baxılırdı. Ümumilikdə isə verilən kassasiya şikayətlərinə Azərbaycan SSR Ali Məhkəməsi tərəfindən kassasiya qaydasına baxılırdı. Naxçıvan MSSR Ali Məhkəməsinin verilmiş səlahiyyətlər Azərbaycan SSR məhkəmə tarixində bir müstəsna hal idi. Belə ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin məhkəməsi baş məhkəmə deyil, yoxud da ali məhkəmə deyil, vilayət məhkəməsi adlanırdı. Və ona Naxçıvan MSSR Ali Məhkəməsinə nisbətən az səlahiyyət verilmiş. Daha yüksək səlahiyyət Muxtar Sovet Sosialist Respublikası olduğuna görə Naxçıvan MSSR Ali Məhkəməsinə və yaxud da o dövrdə bəzən baş məhkəmə deyilirdi, bəzən ali məhkəmə deyilirdi. Yəni, ümumilikdə biz ali məhkəmə adlandıraq ki, ali məhkəmənin səlahiyyətinə verilmişdi. Burada ali məhkəmənin işlərindən dedik ki, kassasiya qaydasında yalnız Azərbaycan Respublikası, Azərbaycan SSR Ali Məhkəməsində baxılırdı və kadr seçimində isə Naxçıvan MSSR Ali Məhkəməsinin hakimləri Naxçıvan MSSR Ali Məhkəməsi tərəfindən təyin olunurdu və Naxçıvan MSSR Ali Məhkəməsi Naxçıvan MSSR Ali Soveti qarşısında hesabat verirdi.
3 nəfərdən ibarət intizam komissiyası var idi ki, bu Naxçıvan MSSR Ali Məhkəməsinin sədri və müavininin çıxmaq şərtləri digər hakimlərin və xalq iclaslarının barəsində intizam icraatına baxırdı. Həmçinin 1-ci instansiya məhkəməsinin hakimləri barəsində, xalq hakimləri barəsində intizam icraatına baxa bilirdi. Amma Naxçıvan MSSR Ali Məhkəməsinin sədri və müavini barəsindəki intizam icraatına yalnız Azərbaycan SSR Ali Məhkəməsinin intizam komissiyası baxa bilərdi. Hakimlərin toxunulmazlıq prinsipi vardı. Yəni ki, Naxçıvan MSSR Ali Məhkəməsinin hakimlərinin toxunulmazlıq statusu vardı. Onları digər məhkəmələrin hakimlərindən fərqli olaraq daha yuxarı məhkəmə hakimləri sayılırdılar. Həmin toxunulmazlıq statusu eyni zamanda Naxçıvan MSSR Ali Məhkəməsinin xalq iclaslarına da aid idi. Xalq iclaslarının içərisində 70 nəfərdən ibarət xalq iclasçısı var idi və bu xalq iclaslarının adətən bir qismi qadın kvotası qorunurdu. Belə ki, 70 nəfərdən ən az 12 qadın olmalı idi ki, bu qadınların da gender bərabərliyi hüququnu həmin dövrdə də təmin etsin və bütün işlərə ədalətli baxılsın. Bayaq hörmətli həmkarımız Əli müəllim 81-ci ildə və 90-cı ildə olan məhkəmə sahəsindəki islahatlar barəsində danışdı. Naxçıvan MSSR Ali Məhkəməsi həm 1-ci instansiya məhkəməsi, həm də kassasiya instansiyası məhkəməsi kimi fəaliyyət göstərirdi. Daha sonra müstəqillik illərində Azərbaycanda 1995-ci ildə 27 noyabr tarixli konstitusiya qəbul edildikdən sonra hakimiyyətlərin bölgüsü prinsipinə əsasən 3 pilləli məhkəmə sistemi yaradıldıqda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə həm 1-ci instansiya məhkəməsi statusu, həm də apellyasiya məhkəməsi statusu verildi. Bu Azərbaycan tarixində bu da bir müstəsna hal idi. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi 1995-ci ildən sonra, 97-ci ildən sonra daha doğrusu həm 1-ci instansiya məhkəməsi vəzifəsini yerinə yetirirdi, həm də apellyasiya instansiyası məhkəməsi kimi işə baxırdı. 2007-ci ilə qədər bu hal davam etdi. 2007-ci ildən sonra isə Azərbaycan Respublikasında aparılmış məhkəmə islahatları nəticəsində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi yalnız apellyasiya instansiyası məhkəməsi kimi fəaliyyətini davam etdirdi. Çox təşəkkür edirik Fərman müəllim, çox detallı informasiyalara görə. Elə mən sizə qulaq asanda o qədər yeni məlumatlar öyrəndim ki, heç gözləmirdim ki, onları mən eşitməmişdim indiyə qədər. İstəyərdim keçid eləyək Mehdi müəllimə. Müstəqillik dövründən sonra, müstəqilliyin bərpasından sonra Azərbaycan hüquq sistemində nə dəyişdi və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin həyatında nə dəyişdi? Biz müstəqillik dövründə Naxçıvan Ali Məhkəməsindən danışarkən ilk növbədə Ulu Öndərimiz tərəfindən rəhbərliyi altında hazırlanmış və qəbul olunmuş ilk milli konstitusiyamız, o cümlədən Naxçıvan Muxtar Respublikasının konstitusiyası və məhkəmələr, hakimlər haqqında qanunun xüsusi qeyd etməliyik. Çünki vaxt müstəqilliyimiz yeni qazandığı dövrdə xaos, ictimai-siyasi destabillik halları və siyasi səbatsızlıq ona gətirib çıxarmış ki, islahatlar həyata keçilə bilmirdi. Ulu Öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi məhkəmə hüquq sistemində də islahatlara başlanıldı. Qeyd edelim ki, konstitusiya qəbul olundu. 96-cı ildə hüquq islahat komissiyası yaradıldı. Bunun əsasında çoxsaylı qanunverici aktları hazırlandı, qəbul olundu və bunlardan da Konstitusiya Məhkəməsi və məhkəmələr hakimlər haqqında qanun qəbul olundu. Və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin də statusu məhz qaynaqlanır konstitusiyalar və məhkəmələr hakimlər haqqında qanundan. Naxçıvan Ali Məhkəməsinin unikal mövqeyi ondan ibarətdir ki, bu ölkədə belə bir məhkəmə orqanı yoxdur ki, onun həm konstitusiya nəzarəti, həm də klassik mənada ədalət mühakiməsi funksiyaları olsun və Naxçıvan Ali Məhkəməsi həm bir növ konstitusiya məhkəməsi statusundadır, həm də Ali Məhkəmə, Muxtar Respublikası Ali Məhkəmə orqanı statusundadır. Konstitusiya nəzarəti funksiyası kimi Naxçıvan Muxtar Ali Məhkəməsi Naxçıvan Muxtar konstitusiyasına uyğun olaraq Muxtar Respublikada Ali Məclisdə seçkilərin düzgünlüyünün nəticələrinin təsdiq olunması ilə bağlı işlərə baxır. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının qanunlarının və Naxçıvan Muxtar Respublikasında mövcud olan normativ aktların, yəni Ali Məclisin qərarları, Nazirlər Kabinetinin qərarları, sərəncamları və Naxçıvanda mövcud olan mərkəzi icra hakimiyyəti orqanlarının, yəni nazirliklərin qəbul etdiyi normativ aktların konstitusiyaya və Naxçıvan Muxtar Respublikası qanunlarına uyğunluğunu yoxlayır. Eyni zamanda iyerarxiya qaydasında aşağı qüvvəli normativ aktların yuxarı qüvvəli normativ aktlara uyğunluğu məsələsinə baxır. Bu Ali Məhkəmənin konstitusiya nəzarəti, Muxtar Respublikadır təbii ki, konstitusiya nəzarəti funksiyasıdır. Digər bir funksiyası isə
tamaşaçılarımızın da bildiyi Ədalət Mühakiməsi sahəsində Muxtar Respublikanın ali məhkəmə orqanı olmaqla apellyasiya instansiyası funksiyasını həyata keçirmək. Yəni adımız Muxtar Respublika ali məhkəmə orqanı olsa da, amma Azərbaycan miqyasında biz apellyasiya instansiyası funksiyasını həyata keçirir ali məhkəmə, kassasiya funksiyasını isə Azərbaycan Respublikası ali məhkəməsi həyata keçirir. Və bu baxımdan qeyd elədiyim kimi Naxçıvan ali məhkəməsinin Naxçıvanın siyasi hüquqi həyatında belə də mühüm təsisatdır, unikal bir təsisatdır. Eyni zamanda Naxçıvan Konstitusiyasına görə qanunvericilik təşəbbüsü hüququ da təsbit olunub ki, Naxçıvanda qanunvericilik sahəsində aparılan islahatlara Naxçıvan Ali Məhkəməsində öz qanunvericilik təşəbbüsü formasında tövhə vermək səlahiyyəti var Naxçıvan Konstitusiyasında. Yəni, ümumi qanunvericilik bu cür nəzərdə tutulub. Müasir dövrümüzdə Naxçıvan Ali Məhkəməsi ona verilmiş səlahiyyətlər çərçivəsində öz həm konstitusiya nəzarət, həm də ədalət mühakiməsi funksiyalarını keyfiyyətlə yerinə yetirir. Ədalət mühakiməsi sahəsində Muxtar Respublikada fəaliyyət göstərən rayon şəhər məhkəmələri, həmçinin Muxtar Respublikanın xüsusi ixtisaslaşmış məhkəmələri sayılan Naxçıvan Muxtar Respublika Ağır Cinayətlər Məhkəməsi, Hərbi Məhkəmə, İnzibati Məhkəmə və Kommersiya məhkəmələri tərəfindən baxılmış işlər üzrə qəbul olunmuş qərarlardan tərəflərin Naxçıvan Muxtar Respublika Ali Məhkəməsinə apellyasiya qaydasında şikayət etmə hüququ qanunvericiliklə tanınıbdır. Və hər kəs, xüsusilə müasir dövrdə elektron informasiya vasitələrinin, elektron məhkəmə sistemindən, elektron kabinetindən istifadə etməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apellyasiya şikayəti vermək hüququna malikdir. Yəni, qısaca belə desək, Muxtar Respublika həyatında Naxçıvan Ali Məhkəməsinin yeri və rolu qanunvericiliyi bundan ibarətdir. Siz elə mənə elə gəlir ki, Naxçıvan Muxtar Respublikasının hüquq mühiti içərisindəki bu məhkəmənin önəmli rolunu çox qısa, konkret şəkildə diqqətə çatdırdınız. Mənə elə gəlir ki, daha yaxşı ifadə eləmə çətin olardı. Təşəkkür edirik Mehdi müəllim. Əli müəllim, sizlə yenidən davam etmək istəyərdim başqa bir sualla. Siz artıq qeyd elədiniz hüquq tarixi içərisində, hətta bəzi cümlələrinizdə ona da toxundunuz və hörmətli Fərman müəllim də qeyd elədi, o strukturla bağlı, xalq iclasçıları kimi bir institutun varlığı ilə bağlı məsələ məlumat verdi. Elə istəyərdik ki, bütün bu hüquq tarixi içərisində dəyişikliklər yəqin ki, məhkəmənin özünün daxili strukturunda da özünü əks elətdiribdir. Yəqin ki, orada da müəyyən dəyişikliklər olubdur. Məhkəmənin strukturu barədə məlumat verə bilərsiniz. Aydındır. Ayşən xanım, çox incə bir məsələyə siz toxundunuz. Yəni, müasir hazırda məhkəmədə və hakimlər haqqında qanunda nəzərdə tutulmuş məhkəmə sistemi ilə o dövrlərdə fəaliyyət göstərən məhkəmələr arasında fərqli dəyişikliklər var idi. Artıq 3 pilləli məhkəmə sistemi həmin dövrdə mövcud deyildi. Məhkəmə sisteminin quruluşu belə idi ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Ali Məhkəmənin özünün də belə konkret olaraq həm kassasiya qaydasında işlərə baxırdı. Kassasiya instansiyası qaydasında işə baxmaqla birlikdə eyni zamanda birinci instansiya məhkəməsi kimi də fəaliyyət göstərirdi. Naxçıvan Muxtar Respublikası həmin dövrlərdə o adda fəaliyyət göstərmiş Dağlıq Qarabağ Muxtar Vilayəti adlanırdı o vaxtları. O vilayət məhkəməsinin özü və regionlarda rayon şəhər xalq məhkəmələrinin fəaliyyətində də onların da struktur elə qurulmuşdu ki, məhkəmə aparatı yalnız onlar, məsələn, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi cinayət və mülki kollegiyadan ibarət idi. Artıq kommersiya mübahisələri anlayışı yoxdur. Kommersiya sözü bizim leksiyonumuza son dövrlərdə deməli daxil olan bir anlayışdır. Həmin dövrlərdə deməli hüquqi şəxslər arasında baxılan mübahisələrə arbitraj adlanan bir institut var idi, arbitraj məhkəməsi. Həmin arbitrajda Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərirdi. Hətta onların vəzifə təyin olunmasında Nazirlər Kabineti tərəfindən həyata keçirilirdi. Burada isə, indi isə hazırda, yəni Kommersiya Məhkəməsinin fəaliyyət dairəsinə aid olan hüquqi şəxslərə münasibətdə mübahisələri həll edən bir arbitr var idi və arbitr işlərə baxırdı və indiki deməli qanunverici ilə müqayisə elədikdə burada nə dərəcədə işlərin obyektiv və ədalətli baxılmasından bir qədər söhbət eləmək də çətin. Düzdür, indi biz toxunsaq deyərik ki, bizim 95-ci ildə qəbul olunmuş konstitusiyamızda hər kəsin işinin ədalətli, qanunla müəyyən edilmiş məhkəmədə ədalətli, obyektiv baxılmasını tələb etmək hüququ var. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi ədalətli məhkəmə araşdırılması hüququndan birbaşa təsbit eləyir. Yəni, hüquqlar daha da genişləndiribdir. Hesab edilir ki, o dövrlərdə bütün işlərə rayon xalq məhkəmələri tərəfindən baxılırdı. Və
60-cı ilin də qəbul olunmuş qüvvədə olan Cinayət Prosessual Məcəlləsində 7-1 maddə var idi və 7-1-ci maddədə ağır cinayətlər hansı kateqoriya işlərin aid olması göstərilirdi və həmin işlərə Ali Məhkəmə yalnız xüsusilə ağır cinayətlərə, məsələn, maddənin sanksiyasında nəzərdə tutulmuş bəzi xarakterli işlərə baxırdılar. O vaxtları xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmək maddəsi altında 88-1-ci maddə çox məşhur bir maddə idi, qüvvədə idi. 94-cü maddə, məsələn, qəsdən adam öldürmə işlərinə bütün hallarda rayon şəhər məhkəmələri tərəfindən baxılırdı. Sonradan qanuna edilmiş dəyişiklikdə əsasında həmin işlərin artıq deməli Cinayət Məcəlləsinin yeni qüvvədə olan maddəsi cinayətin o təsnifatının müəyyən edildiyi 15-ci maddədəki cinayətlər təsnifata görə müəyyən olundu və ağır və xüsusilə ağır cinayətlər kateqoriyasına bölündü və məhkəmədə aparılan islahatlar və 2006-cı ildə qəbul edilən məhkəmədə o yeniləşməsi ilə əlaqədar fərmanın çox mühüm əhəmiyyəti oldu. Artıq həmin dövrdən başlayaraq birinci instansiya məhkəməsi kimi fəaliyyət göstərən istər Naxçıvan Muxtar Respublikası olsun, istər o vilayət məhkəməsi, Dağlıq Qarabağ Muxtar Vilayəti adlanan həmin məhkəmə olsun. Həmin dövrdə Bakı şəhərində Bakı Şəhər Məhkəməsi adı altında bir məhkəmə fəaliyyət göstərirdi ki, həmin məhkəmə də eyni zamanda həm birinci instansiya məhkəməsi idi, eyni zamanda Bakı şəhərinin rayon şəhər məhkəmələri tərəfindən verilən bütün şikayətlərə baxmaq səlahiyyətinə malik idi. Yəni, regionlarda apellyasiya instansiyası məhkəmələri fəaliyyət göstərmirdi. Hərbi məhkəmə adında məhkəmə yoxdur. Qarnizonların nəzdində qarnizonun hərbi tribunalları fəaliyyət göstərirdi ki, bu gün də orada hərbçilər tərəfindən işlərə baxılırdı. Yəni, belə olan halda artıq qanuna edilmiş dəyişiklik də, struktur dəyişiklik də mühüm yeniliklərlə və vətəndaşların hüquqlarının daha geniş və ətraflı, etibarlı qorunmasına şərait yaratdı. Təsəvvür edirsiniz, o dövrlərdə hətta Ədliyyə Nazirinin özü belə məhkəmələrin qəbul etdiyi qərarlardan təqdimat vermək, yəni onun yenidən baxılmasını mübahisələndirmək səlahiyyətinə malik idi və məhkəmələrdə deməli, Ali Məhkəmənin özündən, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsindən rəisət heyəti deyilən qurumun fəaliyyəti tamamilə başqa idi. Məhkəmə binagüzarlıq iclası deyilən bir bölmə var idi. Məhkəmənin binagüzarlıq iclasında həmin verilən protestlərə baxılırdı. Rəisət heyəti qəbul elədiyi qərarla, hətta qanun qüvvəsində olmuş məhkəmənin hökm və qətnamələrinə yenidən baxıb onu ləğv eləməklə yenidən məhkəmənin binagüzarlıq iclasına, yəni məhkəmənin o vaxt məhkəməyə vermə qərarı deyirdilər. İndiki hazırlıq iclası adlanır. O mərhələyə qaytarmaq səlahiyyətlərinə malik idi. 2006-cı ildə aparılan islahatlardan sonra konkret olaraq birinci instansiya məhkəməsi qismində Naxçıvan Ali Məhkəməsinin eyni zamanda işə baxmaq səlahiyyəti məhdudlaşdırıldı. Sırf apellyasiya məhkəməsi kimi formalaşdı. O dövrdə yəni 4 kollegiya mövcud deyildi. Ümumiyyətlə 2 kollegiya cinayət işləri kassasiyadan söhbət gedirdi. Apellyasiya instansiyası yox idi. Yalnız hesab etmək olar ki, yəni bu üçüncü instansiya məhkəməsinin səlahiyyətini bir növ bu həyata keçirirdi və özləri də öz işlərinə baxırdılar. Yəni, o quruluş elə idi ki, həmin işlərə konkret olaraq daha çox rayon şəhər məhkəmələri baxırdılar. Ali məhkəmə məhdud sayda işlərə baxırdı, lakin verilən şikayətlərə isə artıq ləğv eləyib, yenidən çox halda qaytarılmırdı. Özləri birinci instansiya məhkəməsi kimi baxıb müvafiq qərarları qəbul edirdilər. Bakı Şəhər Məhkəməsi ləğv edilməklə regionda Bakı Apellyasiya Məhkəməsinin yaradılması da işlərə qanunla müəyyən edilmiş səlahiyyətlər çərçivəsində obyektiv baxılmasını təmin etmiş oldu. Artıq aparılan islahatlar zamanında məhkəmənin strukturunda da, aparatında da köklü dəyişikliklər edildi. Məsələn, o dövrlərdə Naxçıvan Muxtar Respublikasında cəmi 5 hakimdən ibarət fəaliyyət göstərirdi. Aparatla birlikdə 10-15 nəfərlik bir heyət var idi və artıq həm birinci instansiya məhkəməsində tək tərkibli hakim kimi işə baxırdı, 2 nəfər xalq iclasçısının iştirakı ilə. Digər hakimlər isə müstəqil sürətdə hər bir hakimin icraatına daxil olmuş işə bir hakimdən ibarət tərkibdə baxılırdı. Yəni, bir kollegiallıq institutu deyilən bir norma mövcud deyildi. Belə olan halda xalq iclasçılarının iştirak eləməsi digər o 2 hakimi əvəz eləmiş olurdu. Hətta həmin dövrlərdə birinci instansiya məhkəməsində quruluş belə idi ki,
o vaxt rayon məhkəməsinin xalq hakimi adlanırdı. Xalq hakimi ifadəsi də artıq 22-ci ildə qəbul olunmuş o dekretlə ki, öz əksini tapdı və belə olan halda xalq hakimi əgər məzuniyyətə gedirdisə, onu əvəz edən şəxs, yəni xalq iclaslardan biri olurdu. Heç onun da hüquq təhsili belə deyəydi, olmurdu, amma buna baxmayaraq bu məhkəmədə hakim vəzifəsini icra eləyib ittiham hökmü çıxadırdı. Yəni bu boşluqlar aradan qaldırıldı. Artıq bu günləri demokratik dövlətin əsl insan hüquq və azadlıqlarının müdafiəsini təmin edən məhkəmələri, müstəqil məhkəmələri mövcuddur. Və bu günləri bundan fəxr olunmalıdır ki, Ulu Öndərin məhz şah əsəri olan Azərbaycan Respublikasının 95-ci ilin 12 noyabrında qəbul olunmuş konstitusiyası bütün sahələrdə olduğu kimi xüsusilə də məhkəmə sahəsində köklü islahatların aparılmasına geniş şərait yaratdı. Və insan hüquqlarının müdafiəsindən etibarlı təminatçı rolunda da bugün Azərbaycan Respublikasının məhkəmələri fəaliyyət göstərirlər. Əli müəllim, çıxışınızı qoyuram bir qırağa. Siz özünüz bir canlı tarixsiniz. Sizi dinləmək o qədər maraqlıdır ki, istəyərdim Fərman müəllim, sizlə davam eləyək. Əli müəllim elə bir tarixi lent çəkdi gözümüzün önünə. Amma mənə elə gəlir ki, o lentin biraz yavaş hərəkət edən bir zamanlar olur. Bir də çox sürətlə hərəkət edən. Xüsusilə mənə elə gəlir ki, son 10 il, 15 il çox sürətlə hərəkət edən bir lent görüntüsü biz görürük. Də hüquq sistemi içərisində yox. Ümumi həyatımızda bunu hiss edirik. Müasirləşmə, müasir tendensiyalar, xüsusilə rəqəmsallaşma və texnikanın inkişafı. Hətta bəzən bizi qorxudur. Bizi müəyyən qədər, necə deyərlər, düşündürür, biz hara gedirik, bunun nəticəsi necə olacaq. Amma hər bir halda biz buna uyğunlaşmalıyıq. Hər ölkədə bu, necə deyərlər, proses gedir. Bizdə necə gedir, Fərman müəllim? Biz buna uyğunlaşa bilirikmi? Bu proses içərisində məhkəmə sistemi özünü bu prosesə necə uyğunlaşdırdı? Belə deyim ki, Ayşə xanım, hörmətli prezidentimiz İlham Əliyev cənabları Şəki məhkəmə kompleksinin açılışında proqram xarakterli geniş bir nitq söylədi. O nitqində bir əsas məsələni qoydu ki, məhkəmə işləri şəffaflaşdırılmalıdır. Və bu şəffaflaşmanın da əsas şərtlərindən biri ondan ibarətdir ki, məhkəmə işləri açıq olmalıdır və tərəflər həmin işlər barəsində həmin anda məlumatlanmalıdır. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi də digər məhkəmələr kimi elektron məhkəmə informasiya sistemi əsasında işini qurur. Hətta elektron məhkəmə informasiya sistemində iddia ərizəsinin yazılma forması, hansı sənədlərin əlavə edilməsi, hamısı əlavə olunur və vətəndaş istədiyi vaxtı həmin o sənədləri toplayıb məhkəməyə elektron qaydada təqdim edir, özünün elektron postu olur və təqdim edilmiş iş dərhal təsadüfi bölgü ilə hakimə verilir. Və bu haqda dərhal tərəflər məlumatlandırılır. Bu prosessual qənaət prinsipini kömək edir. Yəni artıq boş yerə yubanmalar olmur, vətəndaşların sürüdülməçiliyi aradan qalxır. Bundan başqa, məhkəmə iclası başladıkdan sonra dərhal məhkəmə iclasının sədrliyi edənin birinci elan etdiyi bir məsələ də məhkəmə iclasının fasiləsiz audio-videoya aparmaqla aparıldığı elanı ilə başlayır. Və bu zaman bütün məhkəmə prosesi şəffaf şəkildə audio-video yazıya köçürülür və bütün digər sənədlər də, elektron post vasitəsilə daxil olan sənədlər də öz əksini tapır. Vətəndaşların elektron kabinetinə bütün məlumatlar ötürülür. Və elektron kabinetə yerləşdirildikdən sonra vətəndaş buna öz reaksiyasını verir. Tərəf buna öz reaksiyasını, iddiaçı və yaxud da cavabdeh buna öz reaksiyasını verir. Məhkəmə qərarı elan olunduqdan sonra isə hakim sədrlik edən hakim qərarı elan etdikdən sonra eyni zamanda məhkəmə iclası protokolu və ona əlavə edilmiş audio, video yazı ilə tanış olmaq hüququnu izah edir. Və əvvəllər belə bir mübahisələr olurdu ki, apellyasiya şikayəti və yaxud da kassasiya şikayəti verən şəxs iddia edirdi ki, bildirirdi ki, mən bu sözləri deməmişəm. Artıq indiki vaxtda bu mümkün deyil. Çünki audio-video yazı aparılır və burada hər şey öz əksini tapır. Yəni o dövrdə konkret olaraq müddət anlayışı prinsipinə də əməl olunmurdu. Bugün isə konkret olaraq elektron informasiya sisteminin mövcudluğu, işlərə daha obyektiv baxılması, əsassız məhkəmədə mübahisələndirilmiş, baxılmış və qanuni nəticə verilmiş işlərin
təkrarən baxılması imkanını aradan qaldırmaqla lüzumsuz məhkəmə çəkişmələrinin də qarşısını almış olur ki, burada da artıq elektron informasiya sistemində yerləşdirilmiş qərarın və hansı konkret müddətlər çərçivəsində bundan şikayət verilməsini də tənzimləyir. Bu da bir məhkəmə sistemində, qanunverici sistemində bir inqilabi addımdır ki, əsassız süründürməçilik, belə deyək də, məhkəmə çəkişməsinə tərəflərin əsassız cəlb edilməsi, vaxt ikisinə yol verilməsinin qarşısını alır ki, bu da bunu xüsusi qeyd eləmək lazım ki, əvvəlki qanunvericidə bu yoxdur. İstənilən məhkəmə hökmündən istənilən vaxtı məhkəmə qətnaməsi olsun, qərardadı olsun, şikayət vermək mümkündür ki, istənilən deyək ki, dövlət ittihamçısı protest verirdi, digər orqan təqdimat verilirdi. Bu da belə deyək də artıq mahiyyət etibarilə baxılmış və öz aktuallığını itirmiş məsələlərə yenidən əsassız olaraq qaytarılması deməli, zərurəti qarşısında qoyurdu insanları. Bu ziddiyyətli halda, bu zərurət də aradan qaldırılıbsa, bu böyük bir mühüm qanunvericiyə edilmiş müstəsna belə bir əhəmiyyətə malik olan bir normadır, elektron sisteminin yaradılması və istər mülki prosessual məcəllədə də 10-cu maddədə birbaşa bu göstərilir. Vətəndaşlar müraciət elədiyi və məhkəmə qərarının yerləşdirdiyi tarixdən də onun artıq şikayət vermə hüququnun axımı davam edir. Əvvəllər bunun olmaması isə əsassız məhkəmə mübahisələrinin yaranmasına, işlərin baxılmasına, süründürməçilik hallarına gətirib çıxarır ki, bunun da qarşısı alınıbdır və bu mütərəqqi dəyişikliyi qanunverici olmuş, alqışlamaq lazımdır. Bundan başqa Şənxanım qeyd edim ki, son vaxtlarda biz dəfələrlə istifadə edirik işlərin videokonferans vasitəsilə məhkəmə iclaslarının keçirilməsinə. Bu, prosessual qənaət prinsipinə imkan verir. Yəni, əvvəllər işləri təxirə salmalı olduğumuz halda, indi artıq təqsirlənən şəxslərin, zərərçəkmiş şəxslərin, şahidlərin və digər şəxslərin məsafədən videokonferans vasitəsilə dindirilməsinə imkan verir, məhkəmə iclasına qoşularaq dindirilməsinə imkan verir və bu da işlərin sürünülməslikdən qurtarmasına, vaxtında düzgün qərarlar qəbul edilməsinə xidmət edir. Çox önəmli bir, axırıncı o nöqtəni önəmli bir məsələ ilə qoydunuz Fərman müəllim. Biz bu yaxınlar bir neçə dəfə artıq bunu öz təcrübəmizdə tətbiq etməyə edirik və bundan belə də tətbiq etməyə çalışacağıq ki, tərəfi dəvət edirsən, Naxçıvan Muxtar Respublikası Azərbaycanın digər hissəsindən təcrid olduğuna görə gələ bilmir və orada ya təcridxanadadır təqsirlənən şəxs və yaxud da ki, gəlməsi onun həyatı üçün təhlükə yarada bilər və yaxud da gəlməsi xeyli xəstələrə səbəb olacaq. Bunların hamısını videokonferans vasitəsilə həyata keçirdikdə işlər xeyli asanlaşır. Yəni, bu da bizim işlərimizə xeyli kömək edir. Yəni, prosessual qənaət prinsipinə sürünülməsindən qaçmağa kömək edir. Yəni, ədalətli məhkəmə araşdırması təmin olmaqla çəkişmə prinsipinə tam əməl olunur. Bəli. Çox təşəkkür edirəm. İkinizin danışığında mənim ortada hiss elədiyim şey nə idi? İki fərqli, necə deyərlər, nəslin nümayəndəsinin yox da, iki fərqli hüquq nəslinin, məhkəmə nəslinin nümayəndəsinin ağrılarını biz eşitdik. Əli müəllimin müdaxiləsi xüsusilə əlamətlərdir nəyə görə? 90-cı illərdə şam işığında verilən qərarların böyük ehtimal ki, işləyən insanlardan biri olduğu üçün və bugünkü siz artıq onları deyəndə ki, bu qədər işlər asanlaşıb, əlbəttə ki, onun xatirinə həmin vaxtlar düşür və bu çox bədii əlamətlərdir və önəmlidir həqiqətən də. Çox təşəkkür edirik Fərman müəllim. Önəmli məsələlərə. Və o tarixi məsələyə toxundu. Qeyd edeyim ki, əvvəllər Naxçıvan MSSR Baş Məhkəməsinin icraatında olmuş işlərə cəmi bir vərəqdən ibarət əlyazmada hüquqi əsaslandırma aparılmadan qərarlar qəbul edilirdi. Çünki onu başqa cür yazmaq da mümkün deyildi. Bu çətindir, texniki imkanlar yox idi. Amma indi artıq texniki imkanlar var ki, bütün vasitələrdən istifadə edəsən, yaxşı əsaslandırma aparasan ki, tərəf bundan, qərardan tərəfi maksimum məlumatlandırasan və o razı qala. Düzdür, sonda hansı tərəfsə narazı qalıb, apellyasiya və kassasiya şikayəti verə bilir. Amma mümkün qədər əsaslandıranda ola bilər ki, o həmin əsaslandırma ilə razılaşar və artıq məhkəmə mübahisəsi tam bitmiş olur. Ayşən xanım, mən çox üzr istəyirəm. Buyurun, əlbəttə ki, Əli müəllim. Bugün sizin gününüzdür. Söz, Fərman müəllim elə bir məsələyə toxundu ki, söz sözü gətirər, o qısa yazılma ilə əlaqədar. Mən deməli, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, siz bilirsiniz ki,
bülleteni çap olunub. Bülletenin ilk nömrəsində mən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin yaranmasının tarixi və inkişafı ilə əlaqədar ilk məqaləmi həmin konkret olaraq deməli bülletində dərc eləmişdik. O vaxtları deməli aparatın əməkdaşları da eyni zamanda məhkəməlimdə həmin vaxtı arxivlərdə çox çalışmışdı. Hətta belə Bakı şəhərinə də elzam olunmuşdular, dövlət arxivindən məlumatlar da götürülmüşdü. Mən o dövrdə nəyə bir dənə təsadüf elədim? Qısa yazılma mövzuna əlaqədar. Yəni sübutların araşdırılmasından söhbət gəlmirdi. Bir deməli şəxsə münasibətdə nikahın ləğvi məsələsi idi. Aliment məsələsi ilə əlaqədar rast gəldim ki, bəs cavabdeh ifadəsində göstərir ki, konkret olaraq belə deyil. Orada belə hakim yazmışdı ki, cavabdeh ifadəsində göstərir ki, uşaq deyək ki, bunun övladı deyil. Məhkəmə ora gəldiyi nəticə ondan ibarətdir ki, yazmış ki, bir kəlmə. Cavabdeh bunu etiraf eləmədiyindən iddia rədd olunmalıdır. Bir kəlmə ilə qısa və konkret, yəni məzmun, yəni burada da sübutların araşdırılması prinsipi, bərabərlik prinsipi, dispozitivlik prinsipi ümumiyyətlə nə dərəcədə o dövrün məhkəmə sistemi ilə hazırki məhkəmə sistemi, çəkişmə prinsipi tamamilə fərqli idi. Düzdür. Xüsusilə indiki müasir hüquq sistemi içərisində həm Avropa İnsan Hüquqları Məhkəməsinin, həm ümumi hüquqi mövqeyin o çəkişmə prinsipinə verdiyi önəm nəzərə alınanda bəli. Çox təşəkkür edirik əlavələr üçün Əli müəllim. Mehdi müəllim, istəyərdim sizdən davam edək. Fərman müəllim bayaq nitqində qeyd elədi ki, o hansı il olduğunu mən xatırlamıram, amma böyük ehtimal ki, bu Sovet Sosialist Respublikası zamanına təsadüf edən bir vaxt idi. Kadr çatışmazlığı ilə bağlı Baş Məhkəmənin sədri Azərbaycan Ali Məhkəməsinə müraciət edir ki, bizdə kadr çatışmır. Bu mənə elə gəlir ki, ümumi hər zamanki problem olur və böyük ehtimal ki, məhkəmənin özünün artıq bir təşkilat kimi bunlardan çıxartdığı təcrübə nə oldu? Öz kadrımı özüm yetişdirim. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ümumi Muxtar Respublikanın hüquq mühitinə təsiri nədən ibarət oldu? Eyni zamanda hüquqşünas yetişdirilməsindəki rolu nədən ibarət idi? Çox mühüm məsələyə toxundunuz Ayşə xanım. Burada biz bir neçə istiqamətə toxuna bilərik. Ümumiyyətlə, Muxtar Respublika Ali Məhkəməsinin bir növ üzərinə təkcə ədalət mühakiməsi yox, Muxtar Respublikada ali məhkəmə orqanı kimi məhkəmələr hakimiyyəti haqqında qanun olaraq məhkəmə təcrübəsinin vahitliyinin təmin olunması, metodiki Muxtar Respublika məhkəmələrinə metodik köməkliyin göstərməsi və bir sıra bu cür məhkəmə statistikasının aparılması, təhlilin aparılması, yəni çox geniş səlahiyyət verib. Yəni sırf apellyasiya qaydasında işə baxan məhkəmə kimi yox, həm də Muxtar Respublikada məhkəmələrin fəaliyyətini belə deyək də bir növ elə bir ki, təşkil eləmək, istiqamət vermək bu baxımdan və ümumilikdə Ulu Öndərimiz tərəfindən əsası qoyulan islahatlar Cənab Prezident məhkəmə sahəsində də davam etdirilib və 2006-cı ildə məhkəmə sisteminin müasirləşməsinə Cənab Prezidentin fərmanı, eyni zamanda Naxçıvan hüquq institutlarının inkişafına dair həmin ildə qəbul olunan fərman, bütün bunlar və həmin fərmanda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin də bir sıra tövsiyələr verilmişdir ki, bu sahədə ədalət mühakiməsinin həyata keçirilməsində, müasirləşməsində müəyyən belə deyək də tövsiyələr verilmişdir Naxçıvan Ali Məhkəməsinə də. Eyni zamanda Cənab Prezident tərəfindən 2014-cü ildə elektron məhkəmə və informasiya sisteminin tətbiqinə dair sərəncamın imzalanması, həmçinin 2019-cu ildə məhkəmə sistemində islahatların dərinləşdirilməsinə dair fərmanlar, bütün bunlar təbii ki, Muxtar Respublikada da Naxçıvan Ali Məhkəməsi bu fərmanlardan, eyni zamanda qəbul olunmuş qərarlardan irəli gələrək öz üzərinə qoyulan, qanunla qoyulan səlahiyyətlər çərçivəsində öz işini həyata keçirir və bunlardan ən mühümü Muxtar Respublikada vahid hüquqi yanaşmanın yaradılması. Yəni bu həm istintaq orqanları tərəfindən cinayət işlərini məhkəməyə göndərilən cinayət işləri ilə bağlı və prokurorluq orqanları tərəfindən Ali Məhkəmənin fəaliyyəti izlənir. Ali Məhkəmənin Cinayət Kollegiyası, bildiğiniz kimi 4 kollegiya var, qəbul olunmuş qərarlar öyrənilir və vahid Ali Məhkəmənin hüquqi mövqeyi, istintaq orqanları və prokurorluq orqanları üçün də bunlar nəzarət üçün Naxçıvan Ali Məhkəməsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Azərbaycan Ali Məhkəməsinin hüquqi mövqelərinə uyğun Muxtar Respublikada ədalət mühakiməsinin də vahid yanaşmanın təmin olunmasını belə deyək də bir növ məsul orqandır. Və bu baxımdan həm istər cinayət işləri üzrə, həm mülki işlər üzrə Muxtar Respublikada ədalət mühakiməsinin həyata keçirilməsində vahid yanaşmaların, belə bir standartların belə deyək də müəyyən olunması baxımından oxşar işlər üzrə, eyni kateqoriyalı işlər üzrə vahid yanaşmanın təmin olunmasında çox mühüm əhəmiyyət kəsb edir Ali Məhkəmə.
Və digər yandan mən artıq bayaq qeyd elədim, o konstitusiya nəzarətinə toxunmuyum. Digər mühüm məsələ kadr məsələsidir. Qeyd elədiyiniz kimi, həqiqətən də Naxçıvan Ali Məhkəməsi Muxtar Respublikanın siyasi hüquqi həyatında çox mühüm bir təsisat olmaqla peşəkar hüquqşünas kadrların formalaşmasında bir məktəbdir. Bunun məktəb niyə deyirəm məktəb? Çünki mən özüm də belə Naxçıvan Muxtar Ali Məhkəməsinin belə o məktəbin yetirməsiyəm. Siz özünüz də yəni burada unikal bir mənzərə bundan ibarətdir ki, yəni biz öz nəzəri biliklərimizlə o məhkəmədə işə başlayanda orada artıq illərin təcrübəsinə malik olan hakimlər var. Və Ali Məhkəmənin sədri də daxil olmaqla 14 hakim ştatı var Naxçıvan Ali Məhkəməsində və burada da peşəkar, təcrübəli, uzun illərin təcrübəli hakimlər fəaliyyət göstərir ki, bu da yeni işə başlayan hüquqşünaslara öz nəzəri biliyi ilə yanaşı, eyni zamanda hakimlərin təcrübəsindən yararlanmaq imkanı verir ki, bu da son nəticədə ona səbəb olur ki, Muxtar Respublikada bu gün məhkəmə sistemində fəaliyyət göstərən məhkəmə sədrlərinin, hakimlərin əksəriyyəti məhz Naxçıvan Ali Məhkəməsinin bu hüquq məktəbinin keçmiş, belə deyək də, hüquqşünas nəslidir və təkcə məhkəmə sistemində yox, prokurorluq orqanlarında, digər ədliyyə strukturlarında, Ali Məclis, Nazirlər Kabineti kimi digər hakimiyyətin digər qollarında da təmsil olunurlar Ali Məhkəmənin, belə deyək də, kadrlarında. Naxçıvan Ali Məhkəməsinin digər bir mühüm fəaliyyəti universitetlə əlaqədir. Biz bunu mütləq qeyd eləməliyik. Biz özümüz də Naxçıvan Dövlət Universitetinin məzunuyuq və son illərdə bu əlaqə daha da sıxlaşıbdır və Naxçıvan Dövlət Universiteti 2023-cü ildən Ali Məhkəmə arasında bir memorandumda imzalandı və universitet tələbələrinin Naxçıvan Ali Məhkəməsində təcrübə keçməsi, müxtəlif proseslərdə cəlb olunması, mövcud işlər üzrə onları belə deyək də, səhnələşmiş məhkəmə proseslərinin təşkil olunması, bütün bunlar nəyə gətirib çıxardır? Həm hüquqşünaslarda bu tələbə həyatı, tələbə dövründən başlayaraq necə deyim, bir hüquqşünas vərdişlərinin, peşə vərdişlərinin yaranmasına, yəni biri var nəzəri biliyorlar və sonra işə başlayanda birdən-birə o təcrübəni qazanmaq çətin olur. Lakin universitet həyatı dövründə artıq məhkəmədə iştirak eləmək, hakim rolunda çıxış eləmək, prokuror, vəkil və ya digər bu cür və ya məhkəmə iclas katibi bu kimi prosesual rollarda çıxış eləmək hüquqşünasların həm də bir növ praktiki vərdişlərinin artmasına səbəb olur, həm də ümumiyyətlə universitetlə ali məhkəmə arasında bir əməkdaşlıq, sanki tələbələr artıq ali məhkəməni bir öz doğma evləri kimi bilirlər. Bəzən elə yay tətillərində, digər vaxtlarda gəlirlər, proseslərdə iştirak edirlər, sənədləşmə işlərində yaxından iştirak edirlər. Yəni ümumiyyətlə bu qeyd elədiklərimi Ayşən xanım ümumiləşsək belə deyə bilərik ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Naxçıvan Muxtar Respublikasının təkcə ədalət mühakiməsinə həyata keçirilən bir orqan yox, ümumilikdə bir hüquq mədəniyyətinin formalaşdırılması, bir hüquqşünas kadr, potensial, bir hüquq məbədi biz belə deyək adlandıra bilərik Muxtar Respublikanın belə simvolik olaraq və bu da hesab eləyirəm ki, xüsusilə də Muxtar Respublikada əhalinin maarifləndirilməsi, hüquqi biliklərinin maarifləndirilməsi, bu elə verilişin özü də, hakim studiyası verilişin özü də çox hüquqi maarifləndirilməsinə əvvəlsiz misilsiz töhfə verir və bu baxımdan hesab edirəm ki, bundan sonra da biz də çalışacağıq ki, Ali Məhkəmənin bir hakimi olaraq gələcək fəaliyyətimizdə həm vətəndaşların maarifləndirilməsi, həm hüquqşünas kadrların formalaşdırılması, həm də universitetlə əlaqələri baxımından üzərimizə düşən məsuliyyəti dərk eləyərək bu işlərdə öz töhfəmizi verək. Bir daha dəvətiniz üçün təşəkkür edirəm. Çox sağ olun. Təşəkkür edirik Mehdi müəllim. İzniniz olarsa sizin dediklərinizə bir balaca əlavədə mən eləmək istəyərəm. Bilirik ki, Femida Könüllüləri deyə bir ictimai təşkilat var, hansı ki, onlar əslində bir tələbə birliyidirlər və məhkəmələrdə, yalnız məhkəmələrdə yox, digər hüquq təsisatlarda da onlar qarşılıqlı əlaqələrə girib öz könüllülərinin fəaliyyətini təmin eləyirlər. Onu da xüsusi qeyd eləmək istəyirəm ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin təşəbbüsü ilə Naxçıvanda ilk dəfə Femida Könüllüləri sırf məhkəmə modulu üzrə onlar fəaliyyətlərini başladılar və bizim mənə elə gəlir ki, orada danılmaz bir xidmətimiz var. Ona görə həm o təşkilat bizim üçün çox dəyərlidir, çox əzizdir. Mənə elə gəlir ki, biz də onlar üçün əzizik. Bu da önəmli bir tərəfidir işin. Nəyə görə? Çünki Femida Könüllüləri sadəcə 3-5 gün təcrübə keçmirlər, onlar aylarla orada olurlar ki, artıq bir işçinin yetişməsi üçün bəzən 1 ay, 2 ay kifayət edir. Çox təşəkkür edirəm Mehdi müəllim. Çox önəmli məsələlərə siz də işıq tutdunuz. Dəyərli tamaşaçılarımıza da təşəkkür edirik. Biz nəinki Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə, ümumiyyətlə Azərbaycan Respublikasının özünə, dövlətimizə
100 il yox, 1000 illər arzu eləyirik və bu 1000 illəri sadəcə bir rəqəm olaraq arzu eləmirik. Həqiqi bir inkişaf arzu eləyirik. Və ümid edirik ki, bizim hüquq sistemimiz elə bir səviyyəyə gələcək və bu çox qısa bir zaman ərzində olacaq. Başqa ölkələr Azərbaycan hüquq sistemindəki təcrübəni öz fəaliyyətlərində tətbiq eləmək istəyəcəklər. Biz bunun nümunəsini asan xidmətdə gördük. Bir çox ölkələr, xüsusilə Afrikada bəzi ölkələr təklif elədilər, orada o sistem quruldu. Biz ümid edirik ki, məhkəmə sistemi üçündə, hüquq sistemi üçündə bu cür bir inkişaf gedəcəkdir. İnkişaf necə gedir? İnkişaf insanların hesabına gedir. İnkişafa meyilli olan, bunun üçün çalışan, əmək sərf edən insanların hesabına. Biz bu insanlara biraz daha dəyanətli olmağı, daha təşəbbüskar olmağı və onların özünün də əməyinin çox önəmli olduğunu bir daha xatırlatmaq istəyirik. Hər kəs önəmlidir bir sistem içərisində. Tək bir insan belə bir çox şey dəyişə bilər. Ona görə ümid edirik ki, biz yox, yəqin ki, bizdən sonrakılar artıq yeni bir yubileydə daha gözəl məsələləri, daha önəmli inkişafları, daha önəmli tərəqqiləri burada müzakirə edəcəklər. Zaman ayırdığınız üçün çox təşəkkür edirik, xüsusi minnətdarıq. Çox sağ olun.